Qarabağ günü-gündən dirçəlir. Şəhərlər, kəndlər işğaldan əvvəlki dövrdən də gözəl günlərə qovuşur. Bunlar çox gözəldir. İnsanlar doğma yurtlara qayıdır. Həyat orada öz axarına düşür. Ancaq müharibə, işğal xalqımıza elə bir zərbə vurub ki, onun nəticələri uzun müddət, bəlkə də tarix boyu həmişə xalqımızın qəlbini göynədəcəkdir. Biz xalqımızın yaşadığı bu əzabları, bu mənəvi zilləti bütün dünyaya bildirməliyik. Düzdür, böyük iş görülüb, dövlət tərəfindən də, ictimai təşkilatlar tərəfindən, ayrı-ayrı vətəndaşlarımız tərəfindən də. Amma hər halda bu iş davam etməlidir. Bu hələ tam deyil, bu azdır. Biz bütün xalqlara, o cümlədən ermənilərin özlərinə də onların vəhşiliklərini sübut eləməliyik. Buna görə də mən bir məsələyə toxunmaq istəyirəm ki, bu məsələ xalqımızın yaralı yeridir. Bu qəbirstanlıq məsələsidir, dağıdılmış qəbirstanlıqlar. Qarabağın bütün qəbirstanlıqları erməni vandalları tərəfindən dağıdılıbdır. Buna görə təklif edirəm ki, dünyada analogu olmayan şəhid qəbirstanlıq abidəsi yaradılsın. Bu, mənim fikrimcə, Qarabağda ən böyük tarixi qəbirstanlıq olan Qarağacı qəbirstanlığında yaradılmalıdır. Orada bir kiçik muzey də olmalıdır. Demək ki, Qarabağda dağıdılmış bütün rayonlardakı qəbirstanlıqlardan eksponatlar o muzeydə toplanmalıdır. Çünki Qarabağ indi o dərəcədə gözəl və dəqiq plan əsasında qurulmuş bir diyar olacaqdır ki, orada turizm yüksək sürətlə inkişaf edəcək. Həm ölkəmizə gələn xarici vətəndaşlar və həm də əvvəl-axır ermənilər də gələcək ora. 5 il, 10 il, 15 il, 20 il müharibənin, işğalın yaraları bizi daim ağrıtsa da onlar gələcəklər. Yaxşı olar ki, indiki erməni cəmiyyətinin varisləri, onların gələcək nəsilləri gələndə görsünlər ki, onların əcdadları, babaları hansı vəhşilikləri törədiblər. Bunun həm bizim xalqımıza böyük dəstək olar, həm də ümumiyyətlə bütün dünyada zorakılığa, vəhşiliyə, işğala qarşı bir mübarizə eksponatı olar. Buna görə də həmin abidənin yaradılmasını mən vacib hesab edirəm. Bundan başqa bizim müharibədə qələbəmizi şərtləndirən əsas siyasət dəmir yumruq siyasəti idi. Bizdə indi dəmir yumruq siyasətini simvolizə edən abidələr yaradılır. Bunlar çox gözəldir. Ancaq mən təklif edərdim ki, bu abidələrdən bəziləri də ağ nikel materialdan olsun. Çünki nikel material günəş şüaları altında bərq vurur və ətrafda olan sakinlərin, insanların diqqətini dərhal cəlb edir. Hətta mən istəyərdim ki, Ağdamda məscidin minarələrinin o damı da ağ nikeldən olsun. Çünki ağ rəng təkcə dəmir yumruq, yəni düşmənin başını əzmək siyasəti deyil, həm də sülh siyasətidir. Məhz dəmir yumruq sayəsində regiona sülh gəlibdir. Buna görə də onun ağ nikeldən, ağ rəngdə abidə ucaldılması vacib bir məsələ olar. Təklif edirəm ki, Şahbulaqda, Şahbulaq qalasının yaxınlığındakı hündürlükdə böyük bir dəmir yumruq ağ nikeldən ibarət dəmir yumruq abidəsi yaradılsın və bu həm Qarabağın, həm də regiona gələn sülhün təcəssümü olsun.